Ayaq əyriliyini düzəltmək istədi. Yerişindən oldu. Bakıda özəl klinikaların birində pasiyentin hər iki ayağına estetik görünüş vermək üçün dolğu əvəzinə maz vurulduğu iddia edilir. Əməliyyatdan 2 ay sonra hər iki ayağının baldır hissəsində çürümə başladığını bildirən 25 yaşlı qadın Xəzər xəbərə danışıb. O deyir ki, ayaqları qalınlaşdırmaq üçün etdirdiyi estetik əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb. Ləman Nəbiyeva TikTok sosial şəbəkəsində rast gəldiyi elanın ardınca özəl klinikaya müraciət edib. Ayağımın baldır hissəsində gel vurdurmaq üçün. Görünüş vermək istəyirdim, biraz elə bir düzləşməyinə görə, ona görə yaxınlaşmışdım. Xəyali həkimin yanına TikTokdan görüb yazmışdım. Ləman Nəbiyeva bildirir ki, estetik əməliyyatdan 2 gün sonra onun hər iki ayağında qızartılar yaranıb və dolğunun vurulduğu nöqtədə çirk əmələ gəlib. Dediyinə görə bu barədə dəfələrlə Xəyalə İsmayılovaya müraciət etsə də həkim onu bütün sosial şəbəkələrdə blok edib. 2 ildir müxtəlif xəstəxanalarda müalicə alan Ləman Nəbiyeva mütəxəssislərin rəyindən sonra öyrənib ki, onun ayağına dolğu adı ilə vurulan gel vazelin olub. Bunu Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Komissiya Ekspertizalar şöbəsi də təsdiqləyib. Nəsimi rayon prokurorluğuna müraciət elədim. Məni ekspertizaya falan göndərib elədilər. Ekspertizanın nəticəsində də o göstərildi ki, yəni vazelin vurulubdur. Yəni gel deyil də, dolğu gel deyil. Sağ ayağımın yəni vəziyyəti ağırdır. Yəni şəkilləri də var, hal-hazırda açıb göstərə bilərəm. 600 manat, yəni verdiyim gelin puludur. İddialarla bağlı dəqiqləşdirmə apararkən öyrəndik ki, hazırda Xəyali İsmayılova Dəniz Hospitalda çalışır. Üz tutduq sözü gedən hospitala. Xanım, saat 3-də yaxınlaşarsınız. Həzə Aslanovda Dəniz Hospitala. Maraqlıdır ki, Dəniz Hospitalın baş həkimi isə həmin xanımın orada çalışmadığını dedi. Yanlış fikirdir. Mənim bir otağımda bir kosmetolog işləyib bir neçə gün heç onlara aidiyyəti, onları tanımayan bir xanımdır. Analitik ekspertiza mərkəzindənsə Xəzər xəbərə bildirildi ki, Xəyalə İsmayılova barəsində Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində heç bir məlumat yoxdur. Dəniz Hospitala gəlincə, analitik ekspertiza mərkəzindən bildirildi ki, tibb müəssisəsi kimi lisenziyası var, amma plastik cərrahiyyə ilə məşğul olmaq üçün lazım olan lisenziyası yoxdur. Baş prokurorluqdan Xəzər xəbərə bildirildi ki, Ləman Nəbiyeva da daxil olmaqla zərər çəkmişlərin şikayəti ilə bağlı cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır. Nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək.